Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi bu konferansın təşkilatçılarından biri də Mingəçevir Dövlət Universitetidir. Mən də başda olmaqla 10 nəfərlik bir heyətimiz bu günlər Naxçıvandadır. Hesab edirəm ki, son dövrlər ən aktual mövzulardan biri olan süni intellekt və onun bütün istiqamətdə, iqtisadiyyatın bütün istiqamətləri, təsirləri bu konferansda araşdırılacaq. Və 135 məqalə bildiyimiz kimi daxil olub, 13 müxtəlif ölkədən alimlər bugün buradadır. Son dövrlər süni intellektə olan maraq və ticarət dövriyyəsinin 3 dəfədən artıq dünyada artması, 1,8 trilyon dollar səviyyəsində olması, eləcə də 97 milyon gələn il bu sahədə iş yerlərinin yaranması məsələsi bu bir daha sübut edir ki, bu konferans olduqca aktualdır və mən öz adımdan və Mingəçevir Dövlət Universitetinin professor müəllim heyətinin adından konferansın iştirakçılarına uğurlar və müvəffəqiyyət arzu edirəm.